Sevgi insan ürəyinə həm emosional, həm də bioloji təsir edir. Bioloji təsir olaraq kortizolun səviyyəsi azalır. Bu da ürək ritminin normallaşmasına səbəb olur. Oksitosin deyilən hormon ifrazı artır ki, bu da insanda daxili rahatlıq yaradır və ürəyin özünü daha yaxşı hiss etməsinə səbəb olur. Adrenalin və dopaminin miqdarı artır ki, bu da ürək döyünməsini artırır. Bundan başqa, emosional olaraq sevgisi olan insan daxili rahatlıq tapır. Bu da stressdən daha uzaq qalmaq deməkdir. Və sevgisi olan insan başqa birindən daha çox dəstək görür və bu da özünü rahat hiss etməyinə səbəb olur. Bundan başqa, son tədqiqatlar göstərmişdir ki, əgər iki insan bir-birini ürəkdən sevirsə, onların ürək ritmləri də sinxronlaşır və sevginin ürəyə bu cür qarışıq təsiri vardır.